zaten necə olursa yeni aldıqlarımızı açırıq. Evet. Deməli arkadaşlar bugün bir dənə hanı klok? Hə. Bir dənə Bakıdan, bir dənə də Çindən çatdırılmamız var. Paketimiz var. Bugün Temu və Bakı kargomuzu açacağıq birlikdə. Çox qəşəng şeylər almışam. Onun üçün istədim sizə də göstərim. Birinci kargonu Məryəm açacaq. Bizə baxan uşaqların maması, televizordayıq yəqin ki bu sözləri televizordan eşidirsiniz. Bizə baxan uşaqların maması ekrana gəlin çünki hamısının olmasa da bəzi mamaların diqqətini cəlb edə biləcək bir açılış olacaq. Onu, buyur. Evet. Bunlar görsənməsin. Evet. Hayır, mutlu oluyorum. Ben de kargo açanda çok mutlu olurum. Evet. Açıldı. Şu açıldı. Bunu çıkardım koy daha gösterebilir. Evet. Şimdi içindekini çıkardım. Çıkar. Bu offside. Evet, bunu çıkarttı, içindeki düştü kaldı klokun içinde. Slimming Baku'dan gəlib. Evet, deməli uşaqlar 2 ədəd karset sifariş vermişəm Slimming Baku'dan. Oyda necə kaliteli bir şeydir bu. Deməli birinci karset belədir. Baxın, bu şəkildə. Oha, hər şey düşünülüb. Çox qəşəngdir. Beli incəltmək üçündür. Uşaqlar o qədər kalitelidir ki, mən belə gözləmirdim, nə yalan deyim. Slimming altdan xətt Baku'dan almışam və çox xoşuma gəldi. Full bədəni incəldir, yəni belə deyim. Çox qəşəngdir. O birisinə baxaq. Biri də belədir. Bunlardan biri Slimming Baku səhifəsinin öz istehsalı olmalıdır. Bunu neçə sümük deyirdilər karseti. Oha, bu böyükdür. Bu mənim böyük olar məncə. Oha, mən bunu geyinsəm robot kimi gəzərəm. Bunu şey üçün almışam, belimi düz saxlasın deyə, həm də belimi incəltsin deyə. Amma deyəsən bu mənim əynimə böyük olacaq. Bunları yayda geyinmək var. Amma belimin, deməli mən kökəlmişəm, özünüz də bilirsiniz. Öz istəyimlə kökəlmişəm, yəni tamamilə öz iradəmlə, öz istəyimlə, özüm çabalayaraq bir daha bunu deyim. Mən gəlin kökəlmişəm. İndi ona açıqlama verim ki, mən öz istəyimlə kökəlmişəm. Kökəlmək üçün böyük bir çaba sərf eləmişəm. Həmin insanları o qədər aklı selim bulmadığım üçün açıqlama vermirəm. Amma burada öz izləyicilərimi təbii ki, deyə bilərəm. Kökəlmişəm, istədiyim çəkiyə ulaşmışam. Əvvəl çirkin ördək yavrusuna bənzirdim, çox arıq idim. Əsnad kimi düşünün, əsnadın uzunboy forması. Və kökəldikdən sonra təbii ki, biraz göbüş də çıxdı. Çox yox, amma biraz çıxıb, yəni nə yalan deyim. Haradasa normalda 90-60-90 deyirlər, 60 orada qarın olur. Mənim qarnım 80-dir. Evet. Deməli, onun üçün də qarnımı incəltsin deyə, idman eləyəndə taxım qarnıma, qəşəng qarnımdan piyləri əritsin deyə, belim incəlsin deyə karset almışım 2 cür. Bunu idman zamanı taxacam, həm də belimi dikləşdirməsi üçün. Bunu isə paltarların altından taxacam. Bu çox qəşəngdir. Bu səhifənin öz istehsalıdır. Bundan heç yerdə tapa bilməzsiniz. Və çox keyfiyyətlidir. Çox xoşuma gəldi. Nəysə, keçək digər kargoya. Haradadır qayçımız? Evet, bu mənim Temu bağlamamdır. Bunu mən Temudan çox nadirən bir şeylər sifariş verən bir insanam. Çünki... Tamam. Çünki Temudan çox nadirən bir şeylər sifariş verən insanam. Çünki Temunu gözləmək səbrim çatmır. Hər şeyi gedib canlı-canlı almağı sevirəm. Amma mamam sağ olsun məni səhər sübh saat 8-də durğuzub Temu zakazlarını verib getirdi. İçində mən də bəzi şeylər tamahımdan keçdi, aldım yəni. Evet, hazırsanız başlıyoruz. Çünki burada çox şey var. Mamam da bu arada bu videoya baxacaq. Salamlayıram seni anneciğim.
Deməli, mamam bu arada qaş əkimi üzrə həkimdir, həm də dermatokosmetoloqdur. Yəni həm kosmetoloqdur, həm dermatoloqdur, həm də qaş əkir. Buradan anneciğimi salamlayıram bir daha. Evet, deməli, mamamla özümüzə bandana sifariş vermişik. Bu il bandana dəhşət dəbdədir. Biri anamdır, biri mənimdir. Bir saniyə. Açım, sizə göstərim bunu. Hardan açırlar bunu? Ya Rəhbəl aləmin, hə. Evet, belə bir desəndə, baxın, Bandana. korичnevli tonlarda bandana almışam. Bu il qızlar saçlarını belə qıvrım-qıvrım eləyib bandanalar taxırlar. Çox xoşuma gəlir, həddindən artıq. İndi taxılış yöntəmini də öyrənməm lazım. Taxacam və düşünürəm ki, çox gözəl olacaq. Bu mənimdir. Açdım. Bu isə annemindir. Qoyaq qırağa. Bir dənə də bandanamız var. Evet, bunun da rəngi qaradır. Belə zakaz vermişdik. Zakazlarım yadımdan çıxıb. O videolarda cəmaət deyirdi, nə sipariş verdiyimi unuttum arkadaşlar. Deyirdim mən, sən başıma nə yadımdan çıxartmış ola bilərsən ki, yəni. Amma unuturmuş insan. O kimin haqqına girmişəmsə üzr istəyirəm. Çünki yaddan çıxırmış həqiqətən. Açılışını da yerini tapa bilmirəm uşaqlar. Kömək eləməliyim, kör oldum. Hə, buldum. Evet. Sanki de bu Mamanın. Mamam bir dənə də özünə bu rəngdə belə bandana alıb. Bu qara rəngdir. Bu da çox qəşəngdir bu arada. Səbirsizlənirəm. Və bir dənə də bandanamız var. Bunu da açılış verir. Bunu bilmirəm. Bəlkə mamanın əlindən aldım. Evet, bu da növbəti. Çox qəşəng rəngləri var hamısının. Görün necə gözəldir. Əsl boho style bandanalardır. Çox bəyəndim, çox xoşum gəldi. İndi keçirik növbəti. Gözdə ona hələ var, o sürpriz. Deməli, mamamla eyni ətəyi almışıq. Sonra qıymadım, getdim eyni ətəkdən uşaqlara da aldım. Ağ ətək, əslində nəyində görmüş olarsınız. Mamam həmin ətəklə kombinləməyə belə bir kabluk istədi məndən. Onu almışam. Böyle bir kabluk, baxın, ağ rəngdə. Ümid eləyirəm ki, razmeri düzgün olar. 37 razmeri demişəm, mənim də ayağım 37-dir. Ayağımda yoxlayacağım. Əgər mənə uyğun olsa, deməli mamamın da əyninədir. Böyle iki tane ağ, gəlin ayaqqabısına oxşuyur bu arada, çox qəşəngdir. İçi də setkalıdır, ayaq tərlətməz. Daha sonra, bir saniyə. Evet, gəldik ən gözəl yerə. Bir saniyə, bundan 2 dənə olmalıdır. Delirtmeyin beni. Yoxdur biri. Peki Ha, böyle şeyler olur. bu bizimkidir, yoxsa mamankidir. Biri yoxdur. Sipariş verdiyimə əminəm. Sanki bu da Yoxdur, yox. Tam bunu göstərim sizə. Deməli, uşaqlar. Belə bir broşka sipariş vermişik. Baxın. Görün necə gözəldir. Çox qəşəngdirlər. gelmiş biri. Evet. Görün necə qəşəngdir. Çox gözəldir. Belə dəniz temalı broşkalar sipariş vermişik Temudan. Ama biri gelmeyip dostlar. Evet, 2 rəngini sipariş vermişdik. Biri gəlməyib. O da çox gözəl deyil. Biri naranjı. Dırnaqlarımla görün necə uyumludur. Evet. Bir dənə belə broşka setimiz var. Daha sonra annemlə özümə 2 ədəd qol brasleti almışam uşaqlar. Eyni şeydir. Birini göstər. Yox, eyni şey deyil. Dayanın. Bu mənimkidir. Qolumuza taxacağıq. Baxın. Yox, eyniymiş. Eynidir, eynidir. 2 dənə sipariş vermişik. Bu mənimkidir. Görün necə gözəldir. Bırak akıllar. Evet, görəsən olar. Oldu bence. Evet, oldu uşaqlar. Görün necə qəşəngdir. Çox gözəldir. Çox xoşum gəldi. Çox gözəl. İyi ki seçmişim bunu. Daha sonra aldığım ətəklə kombinləməyə sizə çox qeyri-adi gələcək, amma yəni kombinləyəndə bəyənəcəyinizə 100% əminəm. Kəmər almışam. Əvvəl belə riskli parçalardan çox qaçırdım. Son zamanlarda riskə gedirəm.
açaq. Evet, böyle bir kemer. Bir saniye. Evet. Bu trend olur son zamanlarda da. Açabilsem. Evet. Böyle kalpli bir kemer. Bir saniye. Bakın burasında böyle kalp detayı var. Ağ ətəklə geyinməyə. Bunu taxacağım belimə. Çox xoşum gəldi. Kombinləyəndə çox bəyənəcəksiniz. Bunu da mamamın YouTube kanalında kombinləyəcəyik. Bakın çok güzel. YouTube kanalında. Evet. Kuş bu nedir? Bu da mamamın son siparişi yok. Bu mamamın boyun sepidir. Bunu beğendi. Dedi bunu götürmem için. Belə bir boyun sepidir. Mama sənə görə göstərirəm ha. Deməli belə taxırsan. Hansısa bir paltarı var. Onunla kombinləmək üçün alıb. Bu mətillərə. Evet. Renlərəndir bilsin. Evet, baxın hansı bizimdir. Bunu necə seçək, hansı bizimdir. Deməli, 2 dənə də Ebru, sən onu aç, bunu göstərim. 2 dənə də saça hörürsünüz. Üstündən aksesuarlar olur, taxırlar, sallanır saçdan. Həmin aksesuardan almışıq. Baxın. Göstər kameraya. Elə bu bizimdir. Evet. Böyle hörü yığısız hörü. Hörüyün üstündən taxırsınız. Bir de biz yayda bir şey Bu da fikirləşmişik. boho tərzində bir şeydir. O şeye oxşuyur. Böyle Gel oyunda sana. bırak. 50 tane sipariş, daha doğrusu bunun içinde 50 tane değil, uşaqlarla aramızda bunu böləcəyik. Bu ise annemindir. Anne seninki de gel bak, budadır. Evet, siparişlerimiz bitti. Bunu hele böyle bir tane saçda yoxlayıb göstermek istəyər. Halqalısı da var burada Məryəm. Uşaqlar təkcə o formada değil, böyle halqa da var. Hörürsüz, sonra hörüyünüzə taxırsınız. Öyle sen satın. Yox, indi yox. Mən saçım Ben dolaşır. şurada bakın. Baxın. Çox qəşəng. Zoomlamır. Kamera zoomlamır. Baxın, gör necə gözəldir. Böylece. Gözdə heç görmürəm, belə taxıram. Bunun aralanmalı bir yeri olmalıdır. Ha kesin burada. Gözdə. Hələlik nümunə kimi göstərmək üçün keçirdirəmsə, aşkım bunu sonra eləyərik. Səbrim çatmadı. Evet. Siparişlərimiz bu qədər. Ən çox hansını bəyəndiniz? Şəxsən mən bu kəmərə dəhşətli dərəcədə bayıldım. Yəni nə yalan. Takılır. Çox qəşəngdir. Evet. Bu mənim qol brasletim. Çox qəşəngdir. Saç tokalarımız çox qəşəngdir. Sonra hara getdi bandanam. Və bandanam çox qəşəngdir. Geriyə qalanları da annəmə təslim edəcəm. Gedib bu məsələni aydınlaşdırmaq lazımdır ki, bizim saç tokalarımız niyə gəlməyib, hardadır. Yəni inanmıram ki, mən onu sipariş vermiş olmuyum. Çünki sipariş verdiyimə əminəm, yəni 100%. Belə şeydə çaşmaram da, yəni 100% deyirəm ki, çaşmaram. Bizə də göstərdiyini 2 ədəd göstərdi deyə. Düz deyir, hə, 2 ədəd bir saniyə siparişlərimə girib baxmaq istəyirəm hal-hazırda. Yoxsa etiraz göndərəcəyik. Evet, heç indiyə kimi etiraz göndərməmişəm. 2 ədəd demişəm axı bunu. Bir saniyə. Bir ədəd ki. Yox, necə bilə bilərəm bunu 2 ədəd demişəm, yoxsa bir ədəd? O birində göstədir axı üstündə. Yox, bundan 2 ədəd demişəm aşkım. Ondan 2 ədəd demişəm, amma tapa bilmirəm indi hardadır. Nəysə, baxarıq yenə də, görək olay nədir. Bir ədəd, amma 100% 2 ədəd dediyim. Bizə də göstərdin. Günü bu gün xatırlayıram. Hə, uşaqları da göstərmişdim. Bizə göstərdi ki, sizə də vermişim, özünüzə də. Evet. Uşaqlara sipariş vermişdim. Yox. Yenə Temu'dan yeni şeyler sipariş verəcəyik. İnşallah onların da içində olar. Evet, aldıqlarımızdan ən çox hansını bəyəndiniz bilən yorumlarda yazın. Və videonu bəyəndinizsə kanala abunə olun, like atıb, yorum yazmayı unutmayın.